Zeynalov yazır ki, nə nağıllar aləmi qurmusunuz. Ki, ben inanın mən təsəvvür edeyim, təbii məsələdir. Buraya da yavaş-yavaş Zeynal bəy kimi trollar yavaş-yavaş yığışırlar. Yəni, mən çox arzu eləyərdim ki, dostlar, mənim bu dediklərim elə nağıl olaraq qalsın. Bəbər, çox gözəl, Firuz bəy, çox gözəl yerində ay tupoy deyir, Zeynal deyir, ay tupoy deyir, ev tikməmiş necə geçsinlər? Səbəb məsələ burasındadır. Yəni, İlham Əliyev dostlar, İlham Əliyev təkcə 1 milyon qaçqına ev tikməlidir özü. Bu da ev tikənlər. Ev tikənləri didərgin salıb, bu da çağırıb, işlədi, pulunu da verməyib, qaçıb qalıblar belə. Yəni, mən o nöqteyi nəzərdən verir. Təyyarə limanları, dostlar, məsələ burasındadır ki, mən elə onun qorxusudur. Mən elə bu gün, inanın mənə, mən elə ona görə qorxuram ki, baxın, əzizim, Füzulidən Laçına getmək üçün hava limanı lazımdır. Sən gəlib Füzulidə, deyək ki, Füzulidən Laçına getmək üçün və yaxud da Kəlbəzərə getmək üçün, təyyarə ilə getmək üçün, sən birincisi gəlməzsən hava limanına, registrasiya filan zat, haradası sənin 2 saat, 3 saat vaxtın gedəcək. Son ilə Füzulidən oturdun maşına, Türkün məsələ üstünə qoydun, ya 30 dəqiqədən 40 dəqiqədən sonra sən Laçındasın, sana samolyot lazımdır oraya getməyə. Mən o nöqteyi nəzərdən bu gülməlidir. Dostlar, bu sadəcə olaraq, bu görünür İlham Əliyev, Putinlə danışıblar, İlham Əliyev Azərbaycanı poligona çevirmək istəyir. Söhbət budur. Mən ona görə qorxuram. Ona görə qorxuram ki, biz təcili olaraq bu məsələni həll eləməliyik. Ona görə deyirəm, yığışın kişilər, yığışın bir yerə, biz öz problemlərimizi həll eləmək üçün bir yerə yığışmalıyıq. Bu təhlükədən az zərərdən çıxmaq üçün, inanın mənə, az zərərdən çıxmaq üçün biz təcili olaraq səfərbər olunmalıyıq.